Mən Əli İskəndərli 3-cü dərəcəli Əliyəm. Mənim 20 yaşım var və Bakı şəhərində anadan olmuşam. Mən 4 yaşımda rəsm çəkməyi bacarmağa başlamışam. Və 7 yaşında olanda Bakı şəhərində Nizami rayonunda üsyanlı uşaq İsgəndər İnkişaf Mərkəzində rəsm dərsini təhsil aldım. 2010-cu ildə Bakı şəhəri Xatay rayonu Əli Bəşəli tam orta məktəb 1-ci sinifdə getmişəm və 2019-cu ildə bitirmişəm. Bundan sonra Azərbaycan Dövlət Pedaqoq Kollecdən təsvir incəsənət müəllimi ixtisasında təhsil almışam. Mən anamda olandan sonra ictimai məsuliyyəti pozmamışam və nüfuzlu oldum. Mən 3 yaşımda olanda anam mənim Azərbaycan Respublikası vitse-prezidenti Mehriban xanım Əliyeva müraciəti qəbul olaraq Mehriban xanım mənim tərəfimdən operasiya bağışlayıb. Mən operasiya takandan sonra böyük inkişafı davam eləmişəm. Mən ən böyük arzum var ki, Amerikan Birləşmiş Ştatlarında Harvard Universitetində almağa davam edəcəm. Mənim anam hər şey başa salıb, rəsm çəkməyə, rəsm dərs aparıb və təhsil almağa daha çox inkişaf etmişəm. Mənim rəsm işləməsi texnikalarında qrafika, rejissorluq, dekorativ təsvir sənət, memarlıq, dizayn və sair bunları çox işləmə həvəsim var. Tələbə yoldaşları mənim münasibətləri daha çox möhkəmdir, mehribandır, xoşbəxtdir, çox dostları oldu. Çünki söhbəti, münasibəti çox səmimidir, zərafətli, onlar mənə kömək edir və başa salır. Mən onları dəstəkləyirəm, mən hər şey onları başa salıram. Həyatı çox sevirəm, həyat çox gözəldir.